sual da burada yaranır ki, heç kimə sir deyil ki, qlobal cənubda olan vətəndaş cəmiyyəti institutları, qeyri-hökumət təşkilatlarının bəziləri elə xaricdən aldığı maliyyələrlə maliyyələşirlər və öz ölkələrinə qarşı çıxırlar. Biz bunu elə Gürcüstan nümunəsində gördük və xaricin həmin o qeyri-hökumət təşkilatlarının əli ilə ölkədə törətmək istədiklərinin canlı şahid olduq. Bax, bu yeni təsis olunan platforma həmin qeyri-hökumət təşkilatları ilə necə işləyəcək? Və yaxud da öz nəzdində olan bu bir vətəndaş cəmiyyətlərini necə formalaşdıracaq ki, xaricə meyl etməsinlər? Yəni, maliyyə, xaricin ayırdığı maliyyə onları o qədər cəlb eləməsin. Siz Gürcüstan misalını çəkdiniz və Gürcüstandakı qeyri-hökumət təşkilatlarının bir çoxu bu daha çox qərb siyasi dairələrində maliyyələşdirilirdi və əsas məqsədləri də ölkədə xaos yaratmaq, xalqın seçdiyi legitim hakimiyyəti devirmək idi. Ancaq bu qlobal cənubda bu koordinasiya prosesləri, vahid platformanın təşkil edilməsi, bu artıq qərbdən gələn maliyyə dəstəyi ilə bağlı deyil. Çünki onların pulu verib öz mahallarını sifariş edirdilər. Ancaq indiki vəziyyətdə isə söhbət ondan gedir ki, qlobal cənubun üzləşdiyi problemlər. Onlar iqtisadi yönümlüdür, sosial yönümlüdür, eyni zamanda beynəlxalq miqyaslıdır, neokolonializmlə bağlıdır və digər məsələlərlə bağlıdır. Bax, bu təşkilatlar, bu təşkilatların, bu qeyri-hökumət təşkilatların fəaliyyəti bu həmin haqqında bəhs edilən problemlərlə birgə mübarizədir. Heç şübhəsiz ki, onlar heç bir halda əgər xaricdən, daha söhbət qərb dövlətlərindən maliyyə dəstəyi alırlarsa, belə olan vəziyyətdə o dəstək nəticə etibarilə bu platforma daxilində əslində birgə fəaliyyətin əleyhinə yönəlibsə, digər çirkin niyyətlər özündə etifa edirsə, heç bir halda həmin qeyri-hökumət təşkilatı bu platformanın üzvü ola bilməz. Və yaxud ki, belə bir hal qeydə alınarsa, elə yenə də kollegial yolla, koordinasiya olunmuş şəkildə həmin bu negativ prosesin qarşısı alınır. Bunun özəlliyi ondadır. Yəni, sözün canı odur ki, bu günləri qlobal cənub dünya əhalisinin 80%-dir. Dünya iqtisadiyyatının 50%-dir. Böyük bir güc mərkəzidir. Və bayaq qeyd etdiyim kimi, qalib şimal, yəni birinci dünya, bu dünyaya yuxarıdan aşağı baxırdı. Onu ancaq, necə deyərlər, beynəlxalq birliyin nə subyekti, nə aktörü saymırdı. Hesab edir ki, o bir obyektdir. Obyekt gözündən baxırdı. İndi isə artıq birisi çox kütüblü dünya formalaşır. Təkütüblü dünya reallığında qalib qərbin, yəni birinci dünyanın reallığı fonunda bu hallar baş verib. İndi artıq pluralizmdir, indi artıq çoxlu qütblər formalaşır və həm də qlobal cənub özü mühüm bir qütbə çevrilir. Və onunla artıq diktə dillə danışmaq, ona təzyiq göstərmək, qlobal cənubu, deməli, qlobal cənubu insan hüququ və azadlıqlarının, demokratiyanın olmamasını ittiham etmək kimi rıçaqlar artıq qərbin əlindən alınır. Dediyim kimi fikir verirsiniz, qlobal cənubun bütün, demək olar ki, bütün vətəndaş cəmiyyəti institutları bir araya gəlir. Azərbaycan paytaxtını bir araya gəlir və strateji hədəflər müəyyən edirlər. Və bu hədəflər qlobal cənubun beynəlxalq birliyinin ləyaqətli subyekti olmağı ilə bağlı məsələlərdir. Ləyaqətli subyekti olmaqla bağlı məsələlərdir və bu nöqteyi nəzərdən hesab edirəm ki, bura qərbə işləyən, qərb maraqlarına xidmət göstərən, onların maraqları fonunda deməli, bu ola bilsin ki, bu sıraları genişləndirmək istəyənlərin niyyəti ürəyində qalacaq. Bu mümkün deyil. Mümkün deyil, çünki qlobal cənubda hədəflər başqadır. Qlobal cənubun hədəfi odur ki, bərabərlik prinsipi gözlənsin. Fikir verdiniz o pandemiya dövründə, hətta vaksinlərlə bağlı da bir vaksin millətçiliyi siyasəti var. Azərbaycan prezidenti Cənab İlham Əliyev bununla mübarizə aparırdı. Qərbin bir ölkəsi Kanada əhalisindən 3 dəfə çox vaksin almışdı. Və kasıb ölkələr, qlobal cənubun kasıb ölkələri ta ki, əhalisi üçün ala bilmirdi. Çünki bazardan 3 qat Kanada kimi ölkələr onu alıblar. Bunlar hamısı negativ hallardır.